Bir ayda rus dili öyrənməyə çalışırıq. Artıq 21-ci günümüzdür və lazımdır deməyi öyrənirik. Feillərdən istifadə etməyə başlayaq. Мне нужно сходить в магазин. Mənə mağazaya getmək lazımdır. Мне нужно купить продукты. Mənə ərzaqlar almaq lazımdır. Мне нужно позвонить отцу. Mənə atama zəng eləmək lazımdır. Мне нужно встретиться с другом. Mənə dostumla görüşmək lazımdır. Feillərin istifadəsi sadədir. Мне нужно, тебе нужно, ему нужно belə əlavə edirik. Bunları da keçən dərsdə görmüşdük. Və yaxud da ki, isimlərlə istifadə etməyə gəldikdə burada artıq cinslər ortaya çıxmağa başlayır. Kişi cinsi üçün нужен, qadın cinsi üçün нужна, orta cins üçün нужно, cəm üçün нужно formada istifadə edirik. Məsələn, deyirəm ki, мне нужен врач. Mənə həkim lazımdır. Məsələn, qolumu qırmışam. Мне нужен врач. Mənə həkim lazımdır. Və yaxud da ki, мне нужна справка. Mənə arayış lazımdır işə getməmək üçün. Və yaxud da ki, мне нужно время. Mənə vaxt lazımdır. Время orta cinsdir, ona görə bundan işlədirik. Və yaxud da ki, мне нужно лекарство. Mənə dərmanlar lazımdır. Лекарство burada cəmlədir, A ilə cəmlənib. Və yaxud da ki, что тебе нужно? Sənə nə lazımdır? Məsələn, deyə bilərik ki, тебе нужна моя помощь? Sənə mənim köməyim lazımdır. Və yaxud da тебе нужна помощь? Sənə kömək lazımdır. Və yaxud da вам нужна помощь? Sizə kömək lazımdır. Belə də işlədə bilərik. Və yaxud da ki, тебе нужен мой компьютер? Sənə mənim kompüterim lazımdır. Belə də işlədə bilərik. Və yaxud da ki, кто вам нужен? Sizə kim lazımdır? Вам нужен мой друг? Sizə mənim dostum lazımdır. Və yaxud da ты никому не нужен. Sən heç kimə lazım deyilsən. Qadınlar haqqında desək, ты никому не нужна. Sən heç kimə lazım deyilsən. Belə də işlədə bilərik. Olduqca sadədir. Cinslərini öyrənsəz, istifadə edə bilərsiniz.